Bu hadisə başıma gələndə oxuduğum universitetin 3-cü kursunu yenicə bitirmişdim. O vaxtlar ən yaxın dostlarım, qrup yoldaşlarım Orxan və Azər idi. İmtahanların yorğunluğunu unutmaq üçün Orxanın babasının kənddəki köhnə evinə, Qaradağ kəndinə getməyə qərar verdik. Kənd çox ucqar bir yerdə yerləşirdi. Dağların arasında, tənha bir düzənlikdə yerləşən bu kənddə cəmi bir neçə ev var idi. Orxanın babası bir neçə il əvvəl vəfat etmişdi. Ev uzun müddətdir boş qalırdı. Özümüzlə biraz yemək və yatmaq üçün əşyalar götürüb 2 günlük gəzməyə çıxmışdıq. Evin həyətində böyük bir çınar ağacı var idi. Ev baxımsız qaldığı üçün divarlarda və pəncərələrdə kiçik çatlar əmələ gəlmişdi. Pərdələr köhnəlib sapsarı olmuşdu. Əşyalarımızı evə qoyub kəndi gəzməyə çıxdıq. Kənddə bir nəfər belə olsun qarşımıza çıxmamışdı. Hava qaralmağa başlayanda evə geri döndük. Yemək yedikdən sonra Orxanın hazırladığı yerlərdə uzandıq. Həm gəzdiyimiz, həm də uzaq yoldan gəldiyimiz üçün çox yorulmuşduq. Yerimizə uzanan kimi yuxuya getmişdik. Gecə saat 3-4 arası bir anda yuxudan oyandım. Kənd çox sakit olduğu üçün ən xırda səsi belə rahatlıqla eşidirdim. Həyətdən addım səsləri gəlirdi. Səs getdikcə artmağa başladı. Ayağa durub pəncərədən baxmaq istəyəndə qapı öz-özünə açıldı və qapıdan içəri uzun, arıq, üzündə heç bir cizgi seçilməyən bir varlıq daxil oldu. Nə göz, nə ağız, sifəti yalnız qaranlıq bir boşluq idi. O, otağın ortasında dayandı. Heç nə demədi, heç nə etmədi. Sadəcə sükut içində mənə baxırdı. 10-15 saniyə sonra bilmədiyim bir dildə nə isə fısıldamağa başladı. Qorxudan bütün bədənim əsirdi. Dostlarımı oyatmaq istəyirdim, amma nə səsimi çıxara bilirdim, nə də yerimdən tərpənə bilirdim. Nəhayət, bütün gücümü topladım və bildiyim duaları oxumağa başladım. Qorxudan dodaqlarım əsə-əsə dedim sözləri. Mən dua oxuduqca, o varlıq yavaş-yavaş solmağa başladı. Sanki buxarlandı və yox oldu. Özümə gələ bilmirdim. Bu yaşadıqlarıma bir məna verə bilmirdim. Yatmağa çalışırdım, amma bu düşüncələr və qorxu hissi yatmağa imkan vermirdi. Ən sonunda çətinliklə də olsa yuxuya getmişdim. Səhəri gün hər şey normal görünürdü. Azər və Orxan heç nə xatırlamırdı. Amma mən o gün orada nə gördüyümü, nə hiss etdiyimi heç vaxt unuda bilmirəm.